Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu günləri mən sizə kazinakın hazırlama qaydasını göstərirəm. Tavanı qazın üstünə qoyuruq, qaz orta odda olsun. Şəkər tozunu əlavə edib dayanmadan qovururuq. Şəkər tozu əriyib karamelə dönür. Üzərinə kərə yağı əlavə edib qarışdırırıq. Tez güncüdə əlavə edib hamısı bir-birinə qarışsın. Qazı söndürürük. Bu işləri cəld etmək lazımdır əzizlərim. Yağlı kağız götürürük, üzərinə əlavə eləyirik. Sonra təzədən yağlı kağız örtüb tez-tez mərdanə ilə yayırıq. Sonra pizza kəsənlə videoda gördüyünüz kimi cızıqlar edirik. 5-7 dəqiqədən sonra cızıq atmışıq deyə əlimizlə bölürük, tam rahat bölünür. Əgər ev isti olarsa hazırladığımız kazinakları soyuducuda qoyub 5 dəqiqə saxlayıb götürürük. Bir də əzizlərim, kazinaklar qaldıqca otaq temperaturuna görə biraz üstü yapışqanlı olur. Məsləhətdir ki, istifadə etmədiyimizi mənim kimi salafan kloklara yığıb, ağzını bağlayıb qoyuruq soyuducuya. Buzluğa yox, soyuducuya. Hazırlayanlara nuş olsun. Videomu bəyəndikdən sonra like etməyi, abunə olmağı unutmayın. Allaha əmanət olun.